Salam, sabahınız xeyir. Bu gündən 100 gün, 100 dərs, 100 funksiya seriyasına başlayıram. Hər gün bir Excel funksiyasının içindən baxasıyıq. Bu gün isə ən birinci funksiya və öyrənməsi ən rahat funksiya olan sum funksiyasıdır. Gəlin ilk öncə özü ilə tanış olaq. Sum funksiyası şərt opsional olaraq 255 parametrdən asılıdır. Bu number 1, number 2, number 256. Bu nə deməkdir? Bunu 7, 8, 9 və s. bu 256 dənə belə parametri qoymaq olar. Bunu belə işlətmək olar. Bunun cəmi 15, 24 verir. İçindəki parametrlərini hesablayır. Amma burada bəzi nüanslar var. Gəlin bu funksiyada hansı nüanslardır sizə göstərim. İlk öncə gəlin düsturumuzu yazaq. Sum burada. Mən bunların hamısını götürdüm. Bu belə sumdır. Bunu sum istifadə etmədən plus knopkasında işlədə bilərik. Baxın A1, B1, C1, D1. Amma sum'ın bizə verdiyi üstünlük nədir? Misal üçün, əgər burada məlumat silinərsə, sum 7-ni verir, bunların cəmini verir. Baxın 7. Bu isə referli, yəni deyir ki, verdiyim parametrlərdən biri silinib. Bu birinci nüansı. Digər nüans. Fərz edək ki, səhvən hesabatınızda 3 yerinə 3-ün altında olan Y knopkasına basmışsınız. Yəni bu text funksiyasıdır. Xatırlamaqda fayda var. Excel rəqəmləri sağ tərəfdə, hücrənin sağında, yəni selin sağında, tekstləri isə solunda qeyd edilir. Biz bura səhvən Y yazdıqda sum funksiyası bunların yerdə qalan rəqəmlərin cəmini verir, yəni 7. Burada isə xəta göstərir. Digər bir məsələ. Sumda biz bunu A1, D1 əvəzinə A1, B1 və C1, D1 olaraq da götürə bilirik. Eyni şeydir. Sadəcə belə götürəndə dediyim ki, bu number 1, buna isə number 2 verir. Bu beləliklə 3 dənə 256 parametrə qədər gedə bilir. Yəni 256 fərqli range verilə bilir. Bir digər məsələ isə sumda parametr əvəzinə A1, B1 yazmaq əvəzinə adlı range'lər qoymaq. Bəli. Bunu necə edəcəyik? Bunu seçirik. Sum range. Burada yenə sum yazırıq. Artıq bunu belə götürmək əvəzinə biz sum range adlı range yaratmışıq. Bunu bir digər yerdən necə yaratmaq olar, onu da göstərim. İlk öncə gəlin yaratdığımız silək. Bunu istədiyiniz range seçib buradan da adı verə bilirsiniz və yaxud da normalda standart ekran belə olur. Format knopkasına basdıqda define name sum range yazırıq. Workbook bunlar hamı birlikdə qalır. Reference to. Bunu isə bunu seçirik və OK veririk. Yenə baxın. Sum range olaraq gəldi. Hətta sizə göstərim ki, range'lər də bu formada simvol var, formlarda isə bu. Həmçinin rəqəmləri əllə yaza bilirik. 1, 2, 3, 4 və 256-ya qədər bu gedir. Range'lər hətta 2-2 də yazmaq olur. Gəlin buna sum range 1 deyək. Bunu isə sum range 2. Yenə baxın. Sum range 1, sum range 2, hətta sum range ən birinci yaratdığımız sum range-də qoyuruq. 20-dir. Nəyə görə? Çünki bunu bir dəfə yazır, sonra da isə bunu. Bunların cəmi 10 olduğuna görə 2 dəfə təkrarladığımıza görə sum 1 range, sum 2 range və sum range.
Bir nüansda qeyd edeyim. Baxın, məndə istənilən formula yazanda hətta XLOOKUP olanda belə ayrıcılar vergülləndir. Həmçinin samda da. Bu hamıda belə olmaya bilər. Nöqtə vergül də ola bilər və s. Bu ancaq kompüter rejimi parametrindən asılıdır. Bu günlük bu qədər. Hər hansısa bir sualınızda rəy bölməsinə qeyd edə bilərsiniz. Sağ olun, sağlıqla qalın.